Bismillah, elhamdülillah, eşhedü en la ilahe illallah, vahdehu la şerike leh, ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu, sallallahu ve sellem aleyhi ve ala alihi ve sahbihi ecma'in. Emme ba'd. Değerli Müslümanlar, günümüzün en aktual mevzusu barəsində danışmaq istəyirəm. Bu mevzu borcun qaytarmamağın təhlükəsi barəsində olacaqdır. Habelə borc barəsində səhlənkarlıq edən və məsuliyyətsiz olan kəslərə nəsihət olacaqdır. Bundan əvvəl biz borc verməyin fəziləti barəsində və həmçinin borc verilən kəsə möhlət verilməyin, yüngüllük göstərməyin, sıxıntısını aradan qaldırmağın fəziləti barəsində danışmışdıq. Və kim istəyirsə, İslamla Yaşa YouTube kanalımıza girə bilər və orada borc verən kəslərə nəsihət haqqında dərsimizi dinləyə bilər. Lakin bugünkü mövzumuz borcu qaytarmamağın təhlükəsi barəsində olacaqdır. Habelə borc barəsində, yəni borcu qaytarmağa səhlənkarlıq edən və məsuliyyətsiz şəkildə yanaşan kəslərə nəsihət olacaqdır. Öncəliklə bilmək lazımdır ki, borc yüngül bir məsələ deyildir. Borc barəsində şəriətimizdə çox şiddətli hədislər varid olmuşdur. Yəni, borc haqqında təhdidlər və hədələr gəlmişdir. Yəni, borc yüngül bir şey deyildir. Əgər insan borc barəsində bu şiddəti bilərsə, aslandan qaçdığı kimi borcdan qaçar. Yəni, borc yüngül bir məsələ deyildir. Və alimlərimiz öncəliklə tövsiyə etmişdir, həm borc alana, həm borc verənə. İlk tövsiyələri olmuşdur ki, alimlərimizin ki, həm borc verən də, həm də borc alan da bu borcu yazsın və qeyd eləsin. Çünki daima biz nə görürük? Borc verən də, borc alan da arasında daima mübahisə, münaqişə olur. Borcun miqdarı barəsində, borcun vaxtı barəsində həmişə nə olur? Mübahisə olur. Bu baxımdan da alimlər deyir ki, bunu yazmalıdırlar. Necə ki, Uca Allah öz kitabında Bəqara surəsinin 282-ci ayəsində buyurur ki, Yə əyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər, İzə tədəyəntum biddeynin ilə əcəlin musəmmən fəqtubuhu, buyurur ki, müəyyən bir müddətədək bir-birinizə borc verdikdə onu yazın, yəni qeyd edin. Və İmam Qurtubi rahimehullah buyurur ki, əmr olunan yazı malın qorunmasını və şübhənin aradan qalxmasını əvəz edir. Əgər borclu kəs təqvalı olarsa, bu yazı ona zərər toxundurmaz. Və Şeyx Səadi rahimehullah buyurur ki, bütün borc və əqd yazılarına əmr, onu yazana şiddətli ehtiyac olduğuna görədir. Çünki bu yazı olmasa, ora sərtlik, unutqanlıq, mübahisə və münaqişə daxil olar. Bu da böyük şərdir. Və ona görə də insan, yəni bu mübahisələrin qarşısı alması üçün nə etməlidir? Bunu yazmalıdır. Alimlərin ikinci tövsiyəsi odur ki, insanlar bir-birinin haqqına girməyə görə qorxmalıdırlar. Qorxmalıdır ki, bir-birinin insanın haqqına girməyinə görə. Niyə görə? Çünki qiyamət günü onlar üçün zülmət olacaqdır. Və kimisə haqqına girərsə, onu cəhənnəmə girməyinə bir səbəbdir. Onun savabından götürüləcək və digər haqqına girdiyi insana veriləcək savabı. Və əgər savabları bitərsə, onun, yəni haqqına girdiyi insanın günahları ona yüklənəcəkdir. Bu da böyük bir müsibətdir. Necə ki, Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, müflisin kim olduğunu bilirsinizmi? Sahabələr, bizdə müflis dinarı və əşyası olmayan kimsədir, dedilər. Bunun üzərinə Allah Rasulü sallallahu aleyhi və səlləm belə buyurdu. Həqiqətən mənim ümmətimdən müflis qiyamət günündə namazla, orucla və zəkatla gələcək olan kimsədir. Lakin bunu söymüş, bunu zinada ittiham etmiş, bunun malını yemiş, bunun qanını tökmüş, digərini də döymüş olaraq gələcək və onun savabından buna veriləcək. Sonra onun savabından buna veriləcək. Əgər hesabı bitmədən, görülmədən savabı bitərsə,
onların günahlarından alınaraq bunu üzərinə yüklənəcək, sonra cəhənnəmə atılacaq. Allahu Ekber. Əgər bir insan kimiz haqqına girərsə, onun savabları həmin insana veriləcəkdir və həmin insanın günahları ona yüklənəcəkdir və cəhənnəmə daxil olmasına bir səbəb olacaqdır. Ona görə hər bir insan başqasının haqqına girməkdən qorxmalıdır. Əgər kimsə borc götürübsə, borc verən kimsənin haqqına girməməlidir, ona əziyyət verməməlidir və qorxmalıdır. Nə qədər möhlət diyarındasan, sən halallıq istə. Haqqına girdiyin insanların halallıq istə, haqqlarına girdiyinə görə üzrxahlıq elə. Çünki bu böyük bir fəlakətdir. Və Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, qoy birisinin namusuna toxunmaqla və ya ona başqa bir pislik etməklə zülm etmiş adam bugün dinar və dirhəmin fayda verməyəcəyi gün gəlməmişdən əvvəl ondan halallıq diləsin. Əgər qiyamət günü onun savabı olarsa, etdiyi zülm qədər savabından götürürlər və zülm etdiyi adama verirlər. Yox, əgər savabı olmazsa, onda zülm etdiyi adamın günahlarından götürülüb onun boynuna qoyurlar. Bu da dəhşətdir. Ona görə də insan nə qədər möhlət diyarındadırsa, o zaman haqqına girdiyi insandan halallıq istəsin, bilsin ki, qiyamət günü ona böyük sıxıntılar gözləyir. Və mövzumuz da odur ki, insan borc kimdənsə götürərsə, borcu qaytarmağa həris olmalıdır, Allahdan qorxmalıdır. Çünki bu da bir haqdır, boynunda olan bir haqdır. Və borc barəsində çox şiddətli hədislər varid olmuşdur. Muhammed ibn Cəşdən radiyallahu anhuna rəvayət olunur ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu, Subhanallah, Subhanallah, nə qədər böyük bir şiddət, ağırlıq nazil oldu. Sahabə deyir ki, biz sahabələr dağılışdıq və sustuq. Ertəsi gün Allah Resuluna sallallahu aleyhi və səlləmə, ey Allahın Resulü, nazil olan bu şiddət, bu ağırlıq nədir? Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu ki, bu borc barəsində idi. Sonra Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu ki, vəllezî nəfsi biyedihi, canım əlində olan Allah'a and olsun ki, ləv ənə rəculən qutilə fi səbilillahi, thumma uhiyyə, thumma qutilə, thumma uhiyyə, thumma qutilə və aleyhi deynun, mə dəxaləl cənnətə həttə yuqda anhu deynuhu. Buyurur ki, sallallahu aleyhi və səlləm, əgər bir kişi Allah yolunda öldürülsə, sonra dirilsə, sonra yenə öldürülsə, sonra dirilsə, onun üzərində borcu olduğu halda yenə öldürülsə, o borcu ödəməyincə cənnətə girməz. Allahu Ekber. İnsan, ona əziz olan bir şey nədir? Onun əziz olan şey onun canıdır. Canını Allah yolunda fəda edir. Və bilirsiniz, şəhidliyin məqamını necə böyük bir məqamdır, necə böyük bir fəzilətli məqamdır və Allah yolunda öldürülür, yenə dirilir, yenə öldürülür, Allah yolunda vuruşur. Lakin bu insanın üzərində borcu varsa, o borcuna görə nədir? Cənnətə daxil ola bilməz. Yaxşı, biz bu şəhidin fəzilətini bilirik. Əgər sən sıravi müsəlman, borcun olarsa, ələxüsusən sənin halın necə olacaq qiyamət günü? Əgər bir şəhidin, Allah yolunda vuruşan mücahidin borcuna görə cənnətə daxil ola bilmirsə, sən sıravi müsəlmanın halı necə olacaq qiyamət günü? Ona görə insan bunu düşünməlidir, bilməlidir. Və bəzi insanlar, təəssüflər olsun ki, borcu yüngül bir məsələ kimi baxırlar və zənn edirlər. Lakin borc çox təhlükəli olan bir məsələdir. Borcunu ödəməmiş insan ölərsə, cənnətə daxil ola bilməz. Hətta o öldükdən sonra ailəsi o borcu ödəmədikcə. Və Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, yuğfəru liş-şəhidi kullu zəmmin illəd-deyn. Buyurur ki, şəhidin bütün günahları bağışlanacaq, yalnız borcdan başqa. Yəni şəhid. Şəhid bilir ki, daima alimlərimiz bizim söyləyib ki, ən böyük fəzilətə malik olan bir kəslərdir şəhidlər. Amma borcu olduğuna görə nədir?
o günah ona bağışlanmayacaq. Bütün günahları bağışlanacaq borcdan başqa. Yaxşı sən sıravi müsəlmanın halı necə olacaq? Borcu olduğu halda vəfat edərsə, insan bu haqqında düşünməlidir, bilməlidir. Həmçinin də Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, kim bu üç şeydən uzaq duraraq ruhu cəsədindən ayrılarsa cənnətə daxil olar. Yəni insan üç şeydən uzaq olarsa cənnətə girər. Yox, bu üç şey onda olarsa cənnətə girə bilməz. Nədir o üç şey? Birinci, təkəbbürlük. İkinci, qənimət malına xəyanət. Üçüncü, borc. Yəni insanda təkəbbürlük olarsa cənnətə daxil olmaz. Və yaxud qənimət malına xəyanət edərsə cənnətə girə bilməz və yaxud da onun borcu olarsa cənnətə girə bilməz. Ona görə insan bu borcun təhlükəsini bilməli və bunun haqqında düşünməlidir. Həmçinin də Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, İnnə sahibəkum mə'surun bideynihi. Buyurur ki, sallallahu aleyhi və səlləm, yoldaşınız borcuna görə əsir edilib. Yoldaşınız borcu görə əsir edilib. Yəni alimlər izah edirlər ki, əsir edilib, yəni cənnətə girməsinə mane olunub, həbs olunub cənnətə girməsinə görə. Və digər hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm belə demişdir. Nəfsul mümini muallaqatun bideynihi hatta yuqda anhu. Buyurur ki, müminin nəfsi, müminin ruhu borcu ödənənə kimi asılı qalır. Yəni müminin nəfsi, müminin ruhu borcu ödənənə kimi asılı qalır. İbn Seymin rahimehullah demişdir ki, Riyadus Salihin kitabında, yəni insanın nəfsi qəbirdə olduğu halda borcuna bağlı olur. Sanki Allah daha yaxşı bilir, borcun gedişdirilməsindən əziyyət çəkir. Nemətlə sevinə bilmir və rahatlıq tapa bilmir. Çünki onun üzərində borc vardır. Buna görə də deyirik ki, varislərin üzərinə düşür ki, tez bir zamanda yəni onun borcunu ödəməyə tələsinlər və tələsmələri də vacibdir. Və ona görə də insan borcu olduqda, borcu ola vəfat edərsə, o qəbirdə rahatlıq tapa bilməyəcəkdir. Nemətlərlə sevinə bilməyəcəkdir. Daima sıxıntı olacaqdır. Ona görə də insan bunun haqqında düşünməli və borcu varsa borcunu ödəməyə tələsməlidir. Və düşün, Allah Resulü sallallahu aleyhi və səlləm borclu insanın cənazə namazını qılmazdı. Kiminsə borcu olardısa ona cənazə namazı qılmazdı. Bir düşün, əgər sənin borcun olduğu halda vəfat edərdinsə, Peyğəmbər sallallahu aleyhi və səlləm zamanında Allah Resulü sallallahu aleyhi və səlləm sənin cənazə namazını qılmazdı. Çünki sənin borcun var idi. Borcun olduğu halda vəfat etmişsən. Ona görə insan bunu düşünməlidir, dərk etməlidir ki, borcun təhlükəsi necə də böyükdür. Və Allah Resulü sallallahu aleyhi və səlləm 2 dinar borcu olan sahabəyə cənazə namazı qılmamışdır. Ta ki Abu Qatada radiyallahu anhu həmin kəsin borcunu öz öhdəsinə götürənə qədər. Abu Qatada radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi ve sellem yanına gəlir, deyir ki, ey Allah Resulü, həmin kəsin borcunu ödədim. Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, indi dərisi soydu. İndi onun dərisi soydu. Alimlər deyirlər ki, yəni bu borca görə onun üzərinə gələcək olan əzabdan nicat tapdı. Yəni ona gələcək əzabdan həmin insan qurtuldu. İbn Həcər rahmetullahi aleyhi öz kitabında Fəthül Bəri kitabında deyir ki, hədis borc məsələsinin nə qədər ağır olduğunu və yalnız zəruriyyət halında borca girmək lazım olduğunu göstərir. Və İbn Hüseymin rahimehullah deyir ki, çox təəccüblüdür ki, insanların bəzisinin üzərində borcu vardır. Lakin zənginlər kimi insanları qonaqlayırlar və dəvət edirlər. Bu xətadır. Bu məsələlərdə o günahkardır. Çünki borcu ödəmək vacibdir. Təəssüf olsun ki, görürük ki, insanın borcu var, mənasız yerlərə xərcləyir, israfçılıq edir, bəzi yerlərdə hesab ödəyir. Lakin bilməsi lazımdır ki, onun borcu ödəməsi vacibdir. İlk
edəcəyi şey onun borcunu qaytarmaqdır. Mənasız yerə xərcləmək lazım deyil. Yəni israf etmək lazım deyil. İnsan öz ailəsinin zaruri ehtiyacı ödədikdən sonra əlinə qalan pulla həmən borcunu qaytarmalıdır. İbn Ömər radiyallahu anhuma demişdir ki, ey Humran, Allahdan qorx, üzərində borc olaraq ölmə, yoxsa ki, nə dirhəmin, nə də dinarın olmadığı bir gündə sənin savablarından götürüləcəkdir. Ha belə Allah Rasulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, matulul ğaniyyi zulmun, buyurmuşdur ki, zəncinin borcunu ödəməsinin gecikdirməsi zülümdür. Zəncinin borcunun ödəməsinin gecikdirməsi zülümdür. İbn Seymin rahimehullah buyurur ki, zəncin burada yəni borcunu ödəməyə qadir olan kəsdir. Sonra buyurur ki, insanların haqlarını gecikdirənlər necə də çoxdur. Haqq sahibi onun yanına gəlir və deyir ki, ey filan kəs, mənim haqqımı ver. Zəncin ona deyir ki, sabah. Sabah gəldikdə deyir birisi gün. Beləcə davam edir. Bu zülm sahibinə qiyamət günü zülmətlər olacaqdır. Ona görə də insan əgər imkanı varsa borcunu ödəməyə, həmən o borcu ödəməlidir. Həmin o borcu yayınmamalıdır o borcdan, qaytarmaqdan, insanların haqqına girməməlidir. Yoxsa qiyamət günü bu şeylə onun üçün zülmət olacaqdır. Və bunu həm Allah subhanahu və teala bizə qadağan edib, həm də Allah Rasulü sallallahu aleyhi və səlləm qadağan etmişdir. Necə ki, Allah elçisi sallallahu aleyhi və səlləm demişdir ki, Allah sizlərə anaların üzünə ağ olmağı, qız uşaqlarını diri-diri torpağa gömməyi və borcu qaytarmaqdan boyun qaçırmağı, ver deyərək haqqınız olmayan bir şey tələb etməyi qadağan etmişdir. Ona görə də bizim üzərimizə düşən odur ki, borcdan yayınmayaq, borcumuzu qaytaraq, bu şeylərdə səhlənkarlıq etməyək. Allah Rasulü sallallahu aleyhi və səlləm belə demişdir. Mən əxəzə əmvalən nəsi yuridu ədəəhə əddəllahu anhu və mən əxəzə yuridu itləfəhə ətləfəhullah. Buyurmuşdur ki, Allah Rasulü sallallahu aleyhi və səlləm insanların malını qaytarmaq niyyəti ilə götürən kimsənin borcunu onun əvəzini Allah qaytarar. Onu tələf etmək və onu qaytarmamaq niyyəti ilə götürən kimsəni isə Allah məhv edər. Yəni insan borc götürərsə və niyyəti qaytarmaq olarsa, Allah azəgəl ona yardım edər. Ona ruzi qapılarını açar. Yox, əks halda insanlardan qaytarmamaq niyyəti ilə götürərsə, borcunu qaytarmaqda səhlənkarlıq edərsə, məsuliyyətsizlik edərsə, bu zaman Allah onu məhv edər. Onu məhv edər, yəni onu faydalandırmaz, əlində olan malını tələf edər. Qiyamət günü onu böyük sıxıntılar gözləyər. Ona görə insan nə qədər əlində imkanı var, borcunu qaytarmalıdır və borcunda səhlənkarlıq etməməlidir. Və insanlardan, hər bir insandan pul almamalıdır, boş-boşuna pul almamalıdır, boş-boşuna hər bir sadə bir məsələyə görə borc götürməməlidir. Yəni deməməlidir, yox verərəm və yaxud da borc nədir ki, qaytararam. Bu şeyləri məsuliyyətsiz etməməlidir və görürsünüz nə qədər şiddətli hədislər varid olmuşdur. Yəni bu borc barəsində. Təsəvvür edin ki, Allah Rasulü sallallahu aleyhi və səlləm, Allah elçisi, Allahın Peyğəmbəri Rasulü daima dualarında borcdan Allaha sığınardı. Borcdan Allaha sığınardı. Ayşə anamız radiyallahu anh'a rəvayət edir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm borclu olmaqdan və günah etməkdən Allaha çox sığınardı. Deyildi ki, ey Allahın Rasulü, siz niyə bu qədər borcdan Allaha sığınırsınız? Günah etməkdən Allaha sığınırsınız. Allah Rasulü sallallahu aleyhi və səlləm belə dedi. Həqiqətən bir kişi borcu olub danışarsa, yalan söyləyər və vəd verər və vədinə xilaf çıxar. Yəni, insan borcu olarsa vəd verir. Deyir ki, filan vaxtı verəcəm, filan vaxt gəlir, vermir. Deyir ki, filan vaxtı verəcəm,
yenə həmin vaxt gəlir, vermir, yalan danışır, yəni yalan danışmağa avuda olur, yəni təşviq edir özünü yalan danışmağa və insanlar arasında etibardan düşür, yəni insanlar qarşısında əmin olmur, yalan danışır, vəd verir, vədinə xilaf çıxır və buna görə də borc çox təhlükəli bir məsələdir. Borc insanı hörmətdən salır, gözdən salır, yalan danışmağa vadar edir və cəhənnəmə qazanmağa bir səbəb olur. Və Allah Rasulü sallallahu aleyhi və səlləm daima borcda Allaha sığınardı və bizə də tövsiyə etmişdir ki, hər bir müsəlman borcda Allaha sığınsın. Və yaxşı, burada bir sual ortaya çıxır ki, yaxşı, mənim sıxıntım var, mənim problemim var, bəs mən borc götürməyimi və alimlərimiz deyir ki, bəli, sən borc götürə bilərsən, əgər doğrudan da sənin zəruriyyət varsa, sıxıntın varsa, borc götürə bilərsən. Lakin bir şərtlə ki, sən öz sıxıntını aradan qaldırdıqdan sonra, öz problemi həll etdikdən sonra daima düşünməlisən ki, mən borcu qaytarmalıyam və daima ağlında olmalı ki, mən nə edim, mən borcu qaytarım. Borca səhlənkarlıq etmək olmaz. Məsuliyyətsiz şəkildə yanaşma olmaz və insan öz ailəsinə vacib ehtiyacını ödədikdən sonra əlindən qalan pulla daima borcunu ödəməyi fikirləşməlidir. Yəni, ödəyərəm, başqa yerə, mənasız yerlərə xərcləməməli, israf etməməli, daima önündə ilk məqsədi borcunu qaytarmaq olmalıdır. Və Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, kimin qaytarmağa niyyəti olduğu halda borcu olarsa, Allahın yardımı onunla birlikdə olar və Allah ona ruzu qazanmaq üçün yollar açar. Yəni, insan niyyəti qaytarmaq olarsa, doğrudan da sıxıntıdan qurtarmaq niyyəti olarsa ki, mən həmən qutarıb, əlimə ilk gələn pulla borcumu qaytaracam olarsa, Allah ona ruzu qapılarını açar, Allah ona asanlıq verər. Əgər o vəfat edərsə, borcu ola, Allah azı gələ başqalarını təşviq edər ki, onun borcunu ödəsin və onun borcunu ödəsinlər və o da rahatlıq tapsın. Ona görə də insan normaldır, daima niyyəti olmalıdır ki, borc aldıqda borcunu qaytarması ilk öndə addım, yəni ilk öncə onun borcu qaytarmaq olmalıdır planı və məqsədi. Və sonda da Allah Rasulü sallallahu aleyhi və səlləm bir dua bizə öyrətmişdir ki, yəni bu duanı biz edək və bu duanı edəndə insan borcunu qaytarmağa, yəni Allah subhanahu wa ta'ala o duanı edəndə Allah azəcələ yardım edir, Allah kömək edir. O hansı duadır? Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, sənə elə bir kəlmələr öyrədimmi? Dağ qədər borcun olsaydı, Allah sənə üçün onu əda edərdi. Və Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, de, Allahümme kfini bi halalikə an haramikə və əğnini bi fadlikə amman sivakə. Buyurur ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem de, Allahım, məni öz halalınla kifayətləndirib haramına möhtac etmə. Məni öz lütfünlə özündən başqasına möhtac etmə. Yəni, bu dua müsəlman qalasında da var. Yəni, oradan baxa bilərsiniz. Borcu qurtarmaq üçün edilən duadır və dua edirəm ki, siz, yəni bu kimin borcu varsa bu duanı davam etsin və Allah azza cəllə dua edirəm ki, kimin borcu varsa borcunu tez bir zamanda qaytarmağa Allah azza cəllə yardım eləsin və həmçinin dua edirəm ki, Allah azza cəllə heç kimi borc götürməyə nəsib etməsin və daima borcdan uzaq olsun. Və Allah azza cəllə həmçinin dua edirəm ki, bu dərsimi hər bir üçün faydalı etsin. Subhanakallahumma bihamdik, əşhədu an la ilahe ən, əstəğfiruka və tubu ileyk.